Muhammed ibn Abdülvahhab'ın sələfilik əqidəsinin yaranmasında heç bir aidiyyəti olmamasına aid nə dəlillər var? Yəni bu insan özündən heç nə kəşf eləməyib. Yəni nə deyə bilərsiniz bu barədə? Deməli, ümumiyyətlə bugün Azərbaycan cəmiyyətində və başqa ölkələrdə də belə bir fikir ortada gəzir ki, və bu fikri də cahillər arasında yayırlar ki, güya ki, sələfiliyin banisi Muhammed ibn Abdülvahhabdır. Yəni, sələfiliyin banisi Muhammed ibn Abdülvahhabdır. Və ya cürbəcür adlar qoyurlar, Vahabili və s. Xülasə demək istədiyim budur ki, hətta bəziləri o dərəcədə deyirlər ki, Muhammed ibn Abdülvahhab məzhəbsiz olub, məzhəbsizliyə çağırıb. Təbii ki, bütün bunların hamısı iftiradır. Ən birinci ona görə ki, yəni, biz yox, bu şeyləri iddia edən dəlil gətirməlidir. Və baxırsan ki, bugün internet saytlarında, internet səhifələrində bu arada həddən artıq danışanlar çoxalıb. Və ibrət o danışanların 1 saat, 2 saat, 10 dərs, 20 dərs danışmalarında deyil. İbrət nə danışmalarındadır? Yəni, danışanda dəlil gətirdikləri nədir? Misal üçün, deyirlər ki, çünki, yenə də deyirəm, iddia edən dəlil gətirməlidir. Çünki bugün Muhammed ibn Abdülvahhabın yazdığı bütün kitablar ortadadır. Bugün ona atılan iftiraların ən gözəl cavabı şeyxin özünün yazdığı kitablardır. Bugün ona nə iftira atılır? Bugün ona o iftira atılır ki, o məzhəbsiz olub, məzhəbsizliyə çağırıb və s. və ilə axır. Yəni, Əhl-i Sünnətin 4 fiqhi məzhəbindən heç birisinə tabi olmayıb, özü bir məzhəb qurub, bu iddiadır. Cavab, dəlil, sübut nədir? Və sana mövzu bağlandı. Şeyx Muhammed ibn Abdülvahhab rahiməhullah həmbəli alimi olub. Kifayətdir ki, onun namaz barədə yazılan kitablarını oxuyasan. Şeyx Muhammed həmbəli alimi olub, həmbəli məzhəbində olub. Və bir nüansı qeyd edəcəm. Bugün cəmiyyət içərisində elə yayırlar ki, güya biz Şeyx Muhammedə tabeyik, o mənada ki, onun dediklərindən kənara çıxmırıq. Şeyx Muhammed rahiməhullah kitablarında deyir ki, namazda əllər göbəkdən aşağı bağlanmalıdır. Amma ki, bugün sələflər namazda əllərini sinədə bağlayır, yoxsa göbəkdən aşağı? Cavab odur ki, sinədə bağlayır. Yaxşı, biz nə üçün Şeyx Muhammedə tabi olmadıq? Biz Muhammedə tabi sallallahu aleyhi və səlləmə Muhammed ibn Abdullah'a tabi. Yəni, mütləq tabiçilik bizdə Rasul sallallahu aleyhi və səlləmədir. Amma Şeyx Muhammed ibn Abdülvahhab alimlərdən biridir. Xata da edə bilər, düz də deyə bilər. Sünnətə, Qur'ana, sünnətə müvafiq nə sözü varsa götürülür, nə xatası varsa qoyular kənara. Şeyx Muhammed həmbəli məzhəbində olub. Bu arada yazdığı kitablar da ortadadır. Amma ki, qaldı ki, onun məzhəb qurması, onun bir kitabından gətirilsin ki, şeyx iddia eləsin ki, mən hələm adını demirəm. Ümumiyyətlə, məzhəb qurmuşam. Və yazdığı kitablar ortadadır və demək olar ki, kitabları Quran ayələri və Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərindən ibarətdir. Hətta bir dəfə belə bir hadisə olub, bu hadisə ərəb ölkələrində olub. Hətta Azərbaycanda bir-iki dəfə bu hadisə baş verib. O da nədir? Qardaşlardan biri, deməli, biri ilə mübahisəsi düşüb, Şeyx Muhammed barədə, Şeyx Muhammed barədə mübahisəsi düşüb və mübahisə etdiyi adama səhərsi gün Şeyx Muhammed ibn Abdülvahhabın Kitab-ı Tevhidini gətirib. Amma necə? Kitabın üzünü çıxarıb, özündən üz qoyub. Yəni, artıq kitabın üstündə, kitabın adı, müəllifin adı bilinmir. Və deyib ki, oxu bunu. Yəni də deyirəm, bu ərəb ölkələrində də olub. Burada Azərbaycanda bir neçə qardaş da bunu tətbiq edib və səmərəsini görüb. Şeyx Muhammed barədə qardaşla mübahisə edən, Şeyx Muhammedə iftiralar atan, bir həftə ərzində o kitabı oxuyub, gətirib qardaşa qaytaranda deyib ki, mən həyatımda bu cür gözəl kitab oxumamışdım.
Və qardaş deyib ki, oxuduğun kitab dünənləri tən elədiyin, üzərinə iftiralar yaxdığın Şeyx Muhammedin kitabıdır. Fəqət məsələ nədir? Kitabın üzlüyünü, abloşkasını dəyişmişəm. Yəni, kitabı oxuyanda bilməyib ki, oxuduğu kitab Şeyx Muhammedin kitabıdır ya yox. Oxuyub və deyib ki, hələ mən həyatımda tövhidi, bu cür Quran ayələri və hədislərlə bizi şərh eləyən ikinci belə bir kitab oxumamışdım. Bu məsələnin bir tərəfi və məsələnin başqa bir tərəfi. Bugün vahabilik deyəndə ki, deyirlər vahabilik məzhəb, hansı ki, yer üzərində belə bir məzhəb ümumiyyətlə yoxdur. Saqqal, ki, onlar saqqal saxlayırlar və deyirlər vacibdir. Deyirlər ki, pirlərə getmək olmaz. Deyirlər ki, Allah ərşin fövqündədir. Deyirlər ki, balaq kişinin paltarı topuqdan aşağı düşməli deyil və ya saqqal saxlayırsan, bığları qısaltmalısan, deyirlər çalğı haramdır, nə bilim, qəbir üzərində tikilən qübbələr sındırılmalıdır və s. və ilə axır. Peyğəmbərlə təvəssül caiz deyil və bunları gətiriblər ki, bu deyilən şeylər Vahabi məzhəbinin, yəni dırnaq arasında, məzhəbin əsaslarıdır və Şeyx Muhammedin dəvətinin əsasıdır. Adıma deyərlər, Şahib ola, get, Şeyx Muhammedin kitablarını gətir mənə, göstər görün, Şeyx Muhammed İbn Abdülvahhab rahimahullah hansı kitabında saqqal saxlamağa dəvət edib? Hansı kitabında deyib ki, kişinin paltarı topuqdan aşağı düşməli deyil? Hansı kitabında deyib ki, çalğı haramdır? Qardaş, Şeyx Muhammed dəvətini belə şeylər üzərində qurmayıb. Şeyx Muhammed dəvətini tövhid üzərində qurub. Kitabları ortadadır. Sən bunu dedin, iftiranı atdın, iftiranı ata bilərsən. Amma yapışmayacaq. Dedim bunu, biz də dinlədik. İndi deyirik ki, Cənab Məşədi, Hacı filan kəs, dedin, bu iftiranı atdın, yalan, özdə ağ yalan danışdın, cəmaatı allatdın, hə? Və axirətdə də buna cavab verəcəksən. Hətta bu dünyada Allah sən zəll eləyəcək. İndi biz səndən bir dənə şey tələb edirik. Get zəhmət çək, Şeyx Muhammedin yazdığı kitabları araşdır, bu dediyin şeylər barəsində bizə bir dənə şey gətir ki, Şeyx Muhammed hansısa kitabında bığı qısaldıb saqqalı uzatmağı, çalğı haramdır, kişinin paltarı topuqdan aşağı düşməli deyil və bu kimi şeyləri dəvət edib. Şeyx Muhammed belə şeyləri dəvət eləməyib. Şeyx Muhammedin kitablarında belə şeylər ümumiyyətlə zikr olunmur. Ümumiyyətlə zikr olunmur. Şeyx Muhammedin dəvəti tövhid üzərində qurulub. Amma deyilən bu şeylərə qısa toxunmağa gəlsəm, məsələn, kişinin paltarının topuqdan aşağı olmaz. Çünki burada bir məsələ də var, onu da qeyd eləməliyəm. Biri deyə bilər ki, ola bilər bunu sən Şeyx Muhammeddən götürməmsən, İbn Teymiyyədən götürmüsən. Çünki sələfiliyin əsl banisi odur və Şeyx Muhammed bu ideologiyanı ondan götürür. Yaxşı, Muhammed İbn Abdülvahabı da qoyduq qırağa. Çünki ondan sən heç nə gətirə bilməyəcəksən. Məğlub durumdasan. Biz lap ondan da 4-5 əsr getdiyi qabağa. İndi danışırıq İbn Teymiyyədən. Bu dediyim məsələlər eyni ilə İbn Teymiyyəyə də aiddir. Eyni ilə Şeyxülislam İbn Teymiyyəyə də aiddir. Və demək istədiyim nədir? Demək istədiyim odur ki, baxın, bugün ortada bir iddia var. İddia nədir? Vahabi adında məzhəb. Və biz də deyirik ki, belə bir məzhəb yoxdur. 20 ildir dəvət gedir Azərbaycanda bu haqq yola, həqiqi Allahın dininə və əlhamdülillah hələm də heç kəs deməyib ki, mən vahabiyəm. Hələm də heç kəs deməyib ki, mən vahabiyəm. Amma siz indi bunun əksinə baxın. Biz 20 il yox, 20-ni yanından sıfırı sil. 2 ildir cəmi rafislərə qarşı belə deyək, mübarizəyə başlamışıq və 2 il bundan qabaq, Allah həmd olsun, 2 il bundan qabaq
hər hansı bir şeyə deyəndə ki, Rafisi inciyirdi. Üstündən cəmi 2 il keçib, artıq boyunlarını alıblar Rafiziliyi və etiraf edirlər ki, bəli, Rafisiyik. Hətta bəzi internet saytlarında öz adlarını yazanda yazır, filankəs o filankəs ər-Rafizi. Rafisiliyi öz boynuna alır. Amma indiyənəcən 20 ildir dəvət gedir. Kim çıxıb deyib ki, mən Vahabiyəm? Belə də baxanda pis ad deyil. Allah Subhanahu Taala'nın 99 adından biridir. Əl-Vahhab. İnnəkə entəl-Vahhab. Əl-İmran surəsində və başqa ayələrdə həqiqətən sən Vahhabsan, yəni pay verən, bəxş edən. Gözəl addır. Allahın adından məzhəb mi olar? Yəni bu ad naqis ad deyil ki, biz bu addan utanaq. Bu ad şərəfli addır. Vahhab. Allah Subhanahu Taala'nın adıdır. Bu elə onların naqisliyi və sünnət əhlinin şərəfidir ki, onlar özləri də bilmədən bizi Allah Subhanahu Taala'nın adı ilə adlandırıblar. Baxmaq ki, biz yenə də deyirik, belə adda məzhəb yoxdur. Belə adda məzhəb yoxdur, bu əhl-i-sünnə vəl-cəmanın özüdür. İndi gələk bunun sübutuna, isbatına. Qısa və konkret. Kim iddia edirsə ki, Vahabi adında müstəqil məzhəb var və bu əhl-i-sünnət məzhəbindən, yəni Şafi, Maliki, Hənəfi, Həmbəli, əhl-i-sünnət məzhəbindən kənar, müstəqil, ayrı bir məzhəbdir, onda bu iddiasını sübut eləsin. Necə? Necə? Desin ki, İbn-i Teymiyyə və Muhammed İbn Abdülvahhab deyib ki, bığları qısaldın, saqqalı uzadın və ya kişinin paltarı topuqdan aşağı düşməsi haramdır və ya çalğı haramdır və ya Allahdan qeyrisinə dua etmək şirkdir və ya qəbirlər üzərində türbə tikmək olmaz və s. və ilə axır. Bu deyilən mövzular. Şeyx Muhammed bunu deyib, İbn-i Teymiyyə rahmanullah bunu deyib və 4 məzhəb imamından biri bunu deməyib. Sən bunu mənə gətir, mən deyim ki, hə. Mən deyim ki, bəli, Şeyx Muhammed yeni bir şey gətirib. Sən bunu yalnız bu yolla sübut edə bilərsən. Sən gətir ki, bax, Əbu Hanifə rahiməhullah və Hənəfi alimləri, İmam Şafi rahiməhullah və Şafi alimləri, İmam Əhməd rahiməhullah və Həmbəli alimləri, İmam Məlik rahiməhullah və Məliki alimləri, Əhl-i-Sünnə vəl-Cəmanın alimləri, Şeyx Muhammed İbn Abdülvahhabacan və ondan da qabağa gedirən İbn-i Teymiyyəyəcən onun dediklərini deməyiblər və İbn-i Teymiyyə gəlib, Muhammed İbn Abdülvahhab gəlib, özündən qabaq Əhl-i-Sünnət alimlərinin demədiyi bir məsələni deyib. Vallahi, billahi və tallahi, 3 andla Allaha and içirəm. Öz adımdan mən Əbu Zeyd and içirəm Allaha. Bir dənə, baxın, 10 dənə demirəm. Bir dənə belə bir misal gətirən olsa, mən deyəcəm ki, bəli, bu Vahabilik adında bir məzhəbdir. Bir dənə misal. Bir dənə misal gətirir, sən nə gətirəcəksən? Gətirəcəksən ki, İbn-i Teymiyyə deyib ki, çalğı halal, haramdır. Əhl-i-Sünnə vəl-Cəma icma edib çalğının haram olmasında. Əhl-i-Sünnə vəl-Cəma icma edib çalğının haram olmasında. Sən deyəcəksən ki, İbn-i Teymiyyə və ya Şeyx Muhammed İbn Abdülvahhab deyib ki, Allah səmadadır, ərşinin fövqündədir. Əhl-i-Sünnə vəl-Cəma bunda icma edib. Əbu Hanifə, Şafi, Məlik, Əhməd 4'ü də bunu deyib. Bütün əhl-i-sünnət alimlər bunda icma edib. Sən deyəcəksən, saqqalı uzatmaq, bığı qısaltmaq, aha, bu Vahabiliyin simvoldur və ya paltarın topuqdan aşağı olmasın. Çox uzağa getmirəm. Çox uzağa getmirəm. İmam Nəvəvi. İmam Nəvəvi. İmam Nəvəvi İbn-i Teymiyyədən də qabaq yaşayıb. İmam Nəvəvi sağ olanda İbn-i Teymiyyə uşaq idi. Hələ mən Muhammed İbn Abdülvahhabdan danışmıram. O ondan da 500-600 yıl sonra gəlib. İmam Nəvəvi Müslimin şərhində deyir ki, əhl-i sünnət alimləri icma edib ki, kişinin paltarı topuqdan aşağı düşə bilməz. Nəvəvi Müslimin şərhində icma nəql edir. İbn-i Teymiyyədən də qabaq yaşayıb. Və ya İmam Zəhəbi
Şafi alimidir. Heç Həmbəli də deyil. Kitabı var Əl-Kəbair. Böyük günahlar. 70-dən çox böyük günahı gətirir orada. Bölümlər açır. Məsələn, birinci günah, Allaha şərik qoşmaq. O barədə olan ayə və hədislər. Məsələn, ikinci günah, tutaq ki, zina etmək. O barədə olan ayə və hədislər. İmam Zəhəbi, Şafi alimi, həmin kitabında müstəqil bir bölüm açır. Kişinin paltarının topuqdan aşağı olması barədə ki, bu İslamda böyük günahlardandır. Şeyx Muhammed ibn Abdülvahabdan təxmini 400 il, yəni 4-5 əsr qabaq yaşayıb bu alim. Yəni də deyirəm, İmam Nəvəvi İbn Teymiyyədən də qabaq yaşayıb. Muslimin şərhində Qadi'iyyatdan, rahiməhullah bu barədən icma nəql edir. Həmin alimdən bu barədə icma nəql edir ki, Əhl-i-Sünnə alimləri icma edib ki, kişinin paltarının topuqdan aşağı düşməsi haramdır. Hələ mən bunu demirəm ki, bu hədislər İmam Nəvəvi nədir, Zəhəbi nədir? Onlardan da 4-5 əsr qabaq Buxarinin səhində, Muslimin səhində bütün hədis kitablarında qeyd olunur. Sən bütün bunları qoy qırağa. Hicrətin 3-cü əsrində yaşamış Tirmizinin kitabı var. Şəmail Muhammədiyyə. Peyğəmbər sallallahu aleyhi və səlləmin görünüşü ilə əlaqəli olan kitabdır. Gedin, baxın, orada İmam Tirmizi Peyğəmbərin saqqalı ilə əlaqəli, Peyğəmbər sallallahu aleyhi və səlləmin paltarının topuqdan aşağı düşməməsi ilə əlaqəli nə qədər hədislər gətirir ki, bu Peyğəmbərin şəmaili idi. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin görünüşü idi. Onda elə çıxır ki, rafislərin özlərinin iddia elədikləri 12 imam hamısı Vahabi olur. Bir nəfər cahil görəsən, hər hansı bir peyğəmbəri, hər hansı bir imamı, hər hansı bir sahabəni saqqalsız təsəvvür edə bilirmi? Saqqalsız təsəvvür edə bilirmi? Sən deyə bilərsən ki, saqqalda hədd. Kim qoyub o həddi? Baxın, bugün Şiənin alimlərinə Xomeynisi, Xoyisi, Sistanisi, Ləngəranisi, Cavad Təbrizisi, kimi deyirsən dinən? Heç saqqallarına qayçına da əl deymirlər. Yəni, ən azından zahirən, şəkillərinə baxanda bu görünür ki, insanlar saqqalının üstündən götürülmür. Başa düşmürəm, şəriətin bu hökmü onlara aiddir, sizə yox. Yəni, mən demək istəyirəm ki, bəsdirin, bu avam cəmaatı Allahdır, sabah o ayılacaq, sən özünə qarşı çıxacaq. Yəni, saqqaldır, paltarın topuqdan aşağı olmamasıdır. Bütün bunların hamısı Şiə məzhəbində də var. Heç nə demirəm. Azərbaycan dilinə tərcümə də olunub. Molla Baqir Məclisi, Alləmə Məclisi, Şiə məzhəbin ən böyük 8 alimindən biridir. Kitabı var. Hilyatul Muttaqin. Azərbaycan dilinə tərcümə olunub. Gedin o kitabı oxuyun. Görün İmam Zeynul Abidinlə və başqa imamlardan nə qədər hədislər nəql olunub Şiə kitablarından. Bığlar elə götürülməlidir ki, dərinin ağlığı görünməlidir. Nə qədər hədislər gəlib, bığlarınızı qısaldın ey müsəlmanlar, saqqalınızı uzadın. Nə qədər hədislər gəlib Şiə kitablarında paltarın topuqdan aşağı düşməsinin haram olması barəsində. Hilyatul Muttaqin kitabı. Gedin, oxuyun. Yəni, məgər bu hədislər sizdə də var. Məgər Əhl-i-Sünnə vəl-Cəmaət biz Rasul sallallahu aleyhi və səlləmlə Allah Rasulun əshabından və əhl-i beytindən nəql olunmuşlara əməl edirik deyənə, siz əməl etmirsiniz deyənə təqsir bizdədir. Biz demirik bizdə olana. Biz deyirik ki, gedin, özünüzdə olana əməl edin. Yəni, demək istədiyim nədir? Yəni də təkrarlayıram. Bir nəfər istəyirəm, bir nəfər. Boş-boş danışıqlar lazım deyil. Buradan deyirəm, bir nəfər adam istəyirəm çıxsın ortaya və desin ki, Şeyx Muhammed İbn Abdülvahhab və Şeyxülislam İbn Teymiyyə rahiməhullah elə bir şey deyib ki, heç bir əsası olmadan və ondan qabaq bunu deyən bir əhl-i-sünnət alimi olmayıb. Bir adam istəyirəm, buna dair bir dənə misal gətirsin. Dünyanı şərqindən qərbinəcən dolana
dediyim şeyə dair bir dənə misal gətirə bilməz. Bu misalı gətirə bilməkdən acizsənsə, onda dilini saxla, Vahabi, nə bilim nə, bu iftiralara son qoy. Çünki həm bu dünyada, həm də axirətdə Allah subhanahu ta'ala danışdığın ağ yalanlara görə səni rəzil edər. O məsələ budur və əslində yenə də deyirəm, bu məsələyə biz cavab verməli deyilik. Bu məsələyə iddianı ortaya atan cavab verməlidir. Və biz də cavab gözləyirik, görək cavablar nə olacaq. Gözləyirik. Əslində bu sualı bəlkə də 10 il bundan qabaq vermişik, hələm də bir cavab yoxdur. 10 yox, 100 illər keçəcək, deyən də cavab olmayacaq. Çünki məsələ ağ yalandan ibarətdir, boş şeylərdir, müəyyən kitablar çıxıb, Hempler adında göy İngilis casusu olub, kitab çıxıb İngilis casusunun etirafları, göy gəlib Muhammed ibn Abdülvahabla söhbət, sual verirəm, kim yazıb o kitabı? İngilis casusunun etirafları, kim yazıb o kitabı? Dəlili sübutu nədir? Mən də sabah bir dənə kitab yazaram ki, Yahudi casusunun etirafları. Orada da mən danışaram, Yahudi casusu olub Aleksey adında. Gəlib Xomeynin evində onun qulağını doldurub. Mən də bu rahatdır, belə şeylər nə var yazmağa? Mən də inşallah 1-2 aydan sonra bu kitabı yazaram. Belə kitablar yazmağa uşaq da bacarar. Danışmaq, yazmaq asandır. Sübut eləmək var. Yəni, vallahi həmin kitabı mən məsləhət görürəm. Mən məsləhət görürəm, İngilis casusunun etirafları kitabına baxın. Mən demirəm, oxumayın. Əksinə mən məsləhət görürəm ki, oxuyun. Çünki aqil, ağlı olan insan o kitabı oxusa, o kitabın necə ağ yalanlar üzərində yazıldığını görər. Güya ki, Hempler adında bir İngilis casusu gəlib, Muhammed ibn Abdülvahabın yanına bir qadın salıb, qadınla onun başını alladıb, nağıllar. Güya hətta Muhammed ibn Abdülvahaba deyib ki, ged müsəlmanlara başa sal ki, Allah şərik qoşmasın, sənə ayda filan qədər pul verəcəm. Hansı ki, Allah Rasulunun dəvətidir ya. Və hətta kitabda yazılıb ki, axırda Göyşək Muhammedə deyib ki, vahşi müsəlmanları de ki, gündə 5 dəfə ümumiyyətlə namaz qılmasınlar. Muhammed də deyib ki, daha ağını çıxartma da, didiklərimi elədin buracan, da bundan o yanası alınmır. Yəni, bu cür yalana, yəni, məgər oxuyan inanar, Göyşək Muhammedə deyib ki, gelin, deyin ki, namaz da qılmasınlar. Muhammed də deyib, daha ağını çıxartma da, axı, namaz vacibdir axı. Daha dediklərimi o birisləri elədim, daha bunu eləyə bilmərəm. Allahu akbar. Yəni, dəlil sübut nədir? Yəni də deyirəm, danışan, iddia edən dəlilini gətirsin. Vəssalam. İxlasla.com saytı tərəfindən təqdim olundu.